Alo, Alo, öyrənmək istirdim ki, ondan necə əlaqə saxlamaq olar, pulu nə qədərdir, mən nə qədər ödəniş edim? konkret sualınız varsa 100 manatdır. Aha. Yəni sualınız yoxdursa, ümumi baxdırmaqdır sizə o 200 manat. Öz gələcəyini görmək, həyatda baş verən hadisələrin sirli məqamlarından agah olmaq bir çoxumuzun arzusudur. Bu istək insanları bəzən falçılara, ekstrasenslərə üst tutmağa vadar edir. Nəticədə əksəriyyət bu yolla dələduzluğun qurbanına çevrilir. Əvvəllər tanışlarının köməyi ilə adlarını reklam edənlər indi başqa üsulla əl atıblar. Falçılar hazırda sosial şəbəkələrdə baxıcılıq edirlər. Onlar əksəm normal deyil, yəni insanları aldadırlar, insanlara yəni fırıldaqçılıqla məşğuldurlar. O heç biri məncə düzgün deyil. Sosial şəbəkələrdə qarşıma çıxır. Amma çox inandırıcı danışmırlar. Yəni sadəcə populyar olmaq üçün, yəni insanların diqqətini cəlb etmək üçün elədiklərini düşünürəm. Tanışım, yaxın rəfiqələrim müraciət ediblər. Nəticəsi yaxşı olubdu. Əslində çox dedikləri də çıxıbdı. Həyata keçənlər də olub, olmayanlar da olub. Elm və texnologiyanın inkişafı belə çoxlarında onlara qarşı inamı azalda bilməyib. Bəziləri falçılarla məsləhətləşmədən heç bir addım atmırlar. Necə ki biz narkotik vasitələrdən asılı oluruq, necə ki oyunlardan asılı oluruq, necə ki siqaretdən, alkoqolizmdən əziyyət çəkiriksə, elə bu da onun kimi bir asılılıqdır. Mən yəni insanlar tanıyıram ki, heç internet üzərindən deyil də müxtəlif yəni baxıcıların evini tanıyırlar, gedirlər, gəlirlər, hər gün demək olar onların evindədirlər. Hətta bir işi görəndə, hətta bir əşya belə alanda ondan zəng eləyib məsləhət alırlar ki, bu da yəni artıq bu insanlarda bağlılıq, asılılıq yəni sindromunu artırır. Və mən düşünürəm ki, belə olan halda insanlara mən nə məsləhət görərdim. Biraz da onsuz yoxlayın həyatınızı. Biraz da ora getmədən yoxlayın həyatınızı. Görün özünüz, öz intuisiyavızla, hisslərinizlə, öz məntiqinizlə necə qərar verə bilirsiniz? Texnologiyanın son imkanlarından yararlanan ekstrasenslər TikTok, Facebook, Instagram və digər sosial şəbəkələrdə 5-10, bəzi hallarda 20-25 manata fala baxırlar. Səhifələrində isə gördükləri xidmətlərlə bağlı müsbət geri dönüşləri paylaşaraq daha çox müştəri cəlb etməyə çalışırlar. Xidmətlərinin qarşılığını isə müştərilərə qabaqcadan verilmiş bank hesablarına edilən ödəmələrlə alırlar. Sosial şəbəkələrdə baxıcılıq, falçılıq və digər adlar altında şirinlikləndirici paylaşımlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi halları ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır. Belə hallarda özünü baxıcı, falçı kimi təqdim edən şəxslərin vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitini onlayn köçürmə qaydasında əldə etməsi və daha sonra məsuliyyətdən yayınmaq üçün qarşı tərəfin hesabını bloklaması ilə müşahidə olunur. Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və ya cinayət icraatı açılır. Bəli, belə dələduzların toruna düşmək elə ki bir cinayətin qurbanı olmaq deməkdir. Çünki müraciət bir dəfə edildisə davamı olur və ya daha çox pul almaq üçün digər xidmətlər də təklif edilir. Məsələn, dil-ağız bağlamaq, cadu etmək, ruzi, evlilik və ya barışıq duaları yazdırmaq kimi. Bu xidmətlərin isə hərəsinin öz qiyməti var. Salatin Pirmuradova, Zahir Haşimov, Telesər.